Salam hörmətli izləyicilərimiz, biz bu günləri yenə gözəl rayonlarımızdan biri olan Qax rayonunun Cəlayir kəndində gözəl bir müəllimin evində qonağıq. Müəllim, sizi xoş gördük. Xoş gördük. Həmişə yaxşı işlərlə gələsiniz. Çox sağ olun. Müəllim, adı, soyadınız? Mirzəyevə Yeganə Həmid qızı. Nə vaxt və hardan olmusunuz? 1959-cu ildə Qax rayonu Cəlayir kəndində anadan olmuşam. Müəllim, hansı ixtisas üzrə tədris eləmisiniz? Fənləri? Riyaziyyat ixtisası üzrə. Neçə il riyaziyyat müəllimi kimi? Riyaziyyat fəaliyyət müəllimi, göstərmisiniz? 10 il riyaziyyat müəllimi kimi, sonra sinif müəllimi, kəndə tələbat olduğuna görə, sonra sinif müəllimi kimi işləmişəm. Neçənci ildən neçənci ilə qədər müəllim üçün fəaliyyət göstərmisiniz? 1982-ci ildən 2024-cü ildə axırıncı. Demək olar ki, ömrünüzün 44 ilini 44 ilini müəllim üçün fəaliyyət göstərmisiniz. Və bu illərdə hansı uğurlarınız olub? Bu illərdə dəfələrlə həmişə rayon müsabiqələrində iştirak eləmişəm. Bir neçə dəfə rayonda keçirilən ilim müəllimi müsabiqəsində iştirak edib birinci yerə layiq görülmüşəm. Çox gözəl. 4-5 dəfə ilin ən yaxşı məruzəçi mükafatına layiq görülmüşəm. Sinifim dəfələrlə ilin ən yaxşı sinif otağı müsabiqəsində birinci yerə layiq görülür. Çox gözəl. Bəs dövlət tərəfindən fəxri adlar, qramatolar, Dövlət tərəfindən də Təltifnamələr, Milli bilirsən. Təhsil Nazirliyi tərəfindən bir neçə qramata ilə təltif olunmuşam. Rayonun icra hakimiyyəti tərəfindən də rayonda keçirilən tədbirdə iştirak edib orada mükafatlandırılmış. çox gözəl. Bəs müəllim, bu illərdə o şagirdlərinizdən bir ikisinin adını çəkə bilərsiniz? Bilərəm. Bir müəllim üçün də Bir müəllim üçün ən ən gözəl uğur onun onun şagirdləridir. Hansı şagirdlərin adını çəkə bilərsiniz? Şagirdlərimdən Osmanov, adını unuttum. Osmanov Vahab 670 bal toplayaraq, 76 bal toplayaraq hüquq fakültəsinə, Bakı Dövlətin hüququna daxil olub. Əhmədova Diana 656 bal toplayaraq. Çox gözəl. Hamı sizin Sonra yetirmələriniz. Heydərova Nəzakət 640 bal toplayıb. Çox gözəl. Mən bəs sizin həyat yoldaşınız şimdi? Həyat yoldaşım Qaziyev Muxtar Hacı Məhəmməd oğlu. O da Gəncə Kənd Təsərrüfatı Akademiyasının zootexniki fakültəsini bitirib uzun müddət kəndimizdə zootexnik kimi fəaliyyətə. Çox gözəl. Neçə övladınız var? 3 evladım var. 2 Adlarınız qızım, nə? bir oğlum. Qaziyev Samir Muxtaroğlu riyaziyyat müəllimi kimi həm kursda, həm kəndimizdə işləyir. Onun da yetirmələri dəfələrlə rayon müsabiqələrində, olimpiyadalarda iştirak edib. Qızım Qaziyeva Heydərova Günel, o da riyaziyyat müəllimidir. 50 sertifikasiyadan 57 bal toplayıb. Çox 40 gözəl. bal müsahibə mərhələsindən oğlum da 50 bal toplayıb. Bir qızım da rayonda yaşayır. 4 nömrəli məktəbdə işləyir. Dil ədəbiyyat müəlliməsidir. Çox gözəl. Mən övladlarınız da demək olar sizin Gəlinim də, davamçılarınızdır. gəlinim də kimya biologiya Nə müəlliməsidir. gözəl, O da ziyalı savadlı. ailəsiz. Mən də sizin kimi müəllimlərlə fəxr edirəm və çox şad oldum ki, sizin kimi müəllimin evində qonaq olduq. Və buradan sizi sevənlərə, müəllim kollektivlərinizə, övladlarınıza, nəvələrinizə hansı sözlər deyərdiniz? Mən məzuniyyət təqaüd yaşım bitdiyi üçün çıxdım. Bəli. Amma ürəyim elə bir məktəblə bağlıdır. İstərəm məsələn şagirdlərlə də əlavə məşğul oluram. Əsas müəllim üçün ən əsas öyrətməyi bacarmalıdır müəllim. Uşaqları sevdirməlidir. Uşaqları sevməlidir, həm də sevdirməlidir. Bəli, müəllim. Bəs övladlarınıza hansı sözləriniz olardı? Nəvələrinizə? Nəvələrimə də, övladlarıma da demək istərdim ki, sənətinizi sevin. Əgər sevməyəcəksə, heç işləmənə dəyməz. Bəli. Sevəndə yüksəkliyə arzu edərdim, müvəffəqiyyət arzu. Bir də onu qeyd etmək istəyirəm ki, bizim prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirirəm. Mənim şagirdlərimdən biri qazi olub, bir də şəhid. Allah rəhmət eləsin bütün Dərs ediyim şəhidlərimizə. şagirdlərdən Mirzəzadə Mirzəli antiterror əməliyyatında şəhid olubdur. Allah rəhmət eləsin bütün şəhidlərimizə. Biz də Çağdaş Təhsil Mətbuatı adından sizə uğurlar arzu edirik. Arzu edirik ki, bundan sonraki həyatınızda
nəvələrinizdən, nəticələrinizdən xoş günləriniz olsun. Lap belə 90 yaşınız, 100 yaşınız olsun. Gələk hər zaman sizin uğurlarınızı çəkib işıqlandıraq. Çox sağ olun, çox sağ olun. Təşəkkür edirəm. Sağ olun.